Değerli izləyicilər, Bərdə Maşın Bazarından videomuzun ikinci hissəsi. Hər birinizə salam göndərirəm, uğurlar arzu edirəm. Maşın almaq, satmaq istəyirsə, buyurub gələ bilərsiniz. Allah xeyir versin qardaş. Sağ ol, Allah kömək olsun. 07 maşın satırsınız siz də. Bəli, bəli. Siz niyə satırsınız maşınınızı? Biraz pula ehtiyacdır ona görə. Bir izləyicimiz yazmışdı. Dedim valla kimdən sorursam deyəcək ehtiyacım var, ona görə satıram. Sağlam ehtiyacdan satır da. Ehtiyac olmayan əlbəttə ki satmaz öz sürəyim. Neçədir maşınınızın ili? 2007-ci yəni Zavodskoy maşındır. Yəni siz nə vaxtdan işlədirsiniz? Maşın məndə deyirsən? Bəli, nə vaxtdan işlədirsiniz? 2 ildir özümdədir. Sənədi nədir? Sənədi etibarnamə mi yoxsa formatı? birlik davernus da. İkincisini mi aldınız yoxsa hələ almamısınız? Yox, almıyorum. Ada ikinci davernus elə bil özüm almışım da. Nə vaxtına varmı? Var vaxtım var. 9 ay var elə 10 ay. Sənədlər qaydasındadır. Hər bir şey kakbalar. Alandan sonra nə düzəltdiniz? Nə xərcləyimiz? Bullu 2 ildir elə burasını düzəlt sürüşdü. Təkərdik, yağın dəyişirik, nə bilim. Perodon yığdırırıq, təbii ehtiyaclarla. Motorun 06-da yəqin 06. 06-da əlbəttə. Motorunu yığdırmadın? İnjektor motoru. Xeyr, yığdırmadım motoru. Xeyr. Necədir? Yağ azaltması çoxdurmu? Heç bir şey yoxdur. Səsi də yaxşıdır motorun. Qəşəng ürəyiniz. Korobkası necə? 5-dir, qəşəng korobkası. Atma yoxdur ki. Heç bir şey. Difer necədir? Səsi çoxdur? Silver səsi adı yoxdur, heç bir şey yoxdur. Ürəyiniz sinir. Polda çürük necə? Heç svarka işi getmir. Əl dəyməyib. Əl dəymir. Danqrat yerləri salamatdırmı? Hər bir şey, svarka yəni getmir. Çürüyü, mürüyü heç nə də yoxdur. Perodokta səsi çoxdur? Hamısı təzə yığılıb. Daşkəsəli yolda sürmüsənmi? Deyirəm birdən səs eləyə bilmərik. Yox. Elə adam var asfaltdan çıxmır, ona görə xəbər olmur. Yox, 2 ildir özümlə də sürürəm. Təkərlər yaxşı. Təkərlər də yəni yaxşı, təzə deyil, təzənin qəşəngdir, hə, pis deyil. İşlətmək olar. Yəni işlətmək olar bir müddət. Dəyişən dərsi yoxdur? Heç bir şey. Qapı, kril, kapot. Hamısı özününki. Zavod. Kraskanı nə vaxt vurmusunuz? Kraska vurulmayıb, parlovka olunur. Yəni indi yox, xeyli vaxt elətdirmişəm, amma kraskalanmır da. Çox cüzi elə biləm zədələri var, hə? Hə, yəni kosmetikaya orasında burasında. Arxa qapı yoxdur ki. Harda? Yox, batıq, bir dənə orasında batığı var. Arxa qapısında batığı. Yəni kosmetikaya işi var da orasında burasında. Ön alın şüşəsində çatları var. Bəli. Yəni elə işlər var, yəni. İçində üstündə 2 dənə də çat. 2 dənə də çat. İstəyən qardaşlar da var. 2007-də zavod. Salam. Dəyişən detal. Allah bazarınız versin sizə. Zavoddur. Bəli, baxa bilərsiniz. 6 yarıma deyil. Necə maşındır qardaş? Yaxşıdır. Nə idi bu? Qaradır. Yox da. Albalı deyilmi? Hə, bəli, albalı. O tərəfdən bəri baxanda bərdən qara görünür. Gün vurur deyə qara görünür. Gün vurur deyə qara görünür. O tərəf yoxdur altında. Da zavod deyil, onun altına belə toçka svarka da deyil. Yəni alından sonra çıxardıb baxırsan, əlbəttə ki, pul versin. Onsuz da biz də ilk məlumatları vereyim. Maşın almaq istəyən gəlib görəcək. Yox, əlbəttə ki, alvallatma deyil ki, hamı pulu zülmlə qazanır. Oturacaqlar yaxşıdırmı qardaşım? Hamısı qaydasındadır. Cırığı söküntü, çöküntüsü. Hamısı ürəyin istəyir. Əllə qalxmır yan aynaları, heç onu soruşmadım. Yox, hamısı Zavodskoy özünki. Əllə qalxır. Qiymətini də dedik neçə? 6500. 6500 dedik. Real alıcı olsa düzəlşər. Real alıcıdır. 6000-ə verək bunu. Böyrümüzdə durubdu. Yox, elə ucuzdur. Elə ucuzdur. Elə ucuzdur, 6000-ə verməyək. Hansı rəndəsiniz? Ağcabədi. Əlaqə nömrəsini deyin də. 050 967 2757. Allah bazar versin. Sağ ol, Allah köməyin olsun. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Sağ ol qardaş, sağ ol. Opel Astra gedir, elə maşınınız? Bəli. Buyurun, məlumat verin bilək, necə maşınınız? 1.6 Ekatek avtomat motor. İli neçədir? 2000. Siz nə vaxtdan işlədirsiniz? 2 ildir məndədir. Sənədi nədir? Aformut etibarnamə. Adımdadır, öz adımdadır. Öz adınız olan maşındır. Lap yaxşı. Sənədlər qaydasındadırmı? Bəli, hamısı qaydasındadır. Alandan sonra xərciniz oldu mu maşınınıza? Bir dənə Zajqan remeni dəyişdirmişəm, vəssalam. Elə necə almışsa o vəziyyətdə sürürsünüz? Hətta o üzüyün çıxolundan belə dəyişməmişəm. Motor deyirsiniz 1.6-dır. Bəli. Benzindir. Bəli. Ekatek deyilir. Bəli. Nə qədər yanacaq yandırır? Trassa 100-ə 7 litr. Kondisioner işləyirmi? Kondisioner, peç işləkdir, bəli. Maşınımız 268 min sürülüb, Bəli, eləmi? bəli. Motor bilmədiniz, açılıb, yığılıb.
Yox, yox, yox. Xəbəriniz yoxdur yoxsa Yox, yığılmır? yox, məlumatım yoxdur o barədə. Yağ azaltması nə qədərdir? Yağ azaltması yoxdur qardaş. 1 qram yağ azaltması yoxdur. Başımdan da cavab deyəm. Ötürücülər qutusu da avtomatdır. Bəli. Gecikmə, vurma. Xeyr, xeyr. Peredokda necədir vəziyyət? Ön Super. çəkən maşındır. Bəli, super. Qranatların səsi yoxdur. Xeyr, xeyr. Sürüb baxa da bilərsiniz. Təkərlər yaxşıdır. Bəli, bəli. Təkərlər, qabaq təkərləri heç 10 gün 4 Nexindir. Təzə alıb qoymuşam. Göşünk. Maşınımızın dəyişiləni bilmədiniz. Dəyişiləni bir dənə deyək bax bu krlodur. Sərnişin tərəf krelin. Bir dənə baba bu krlodur. Onu da uşaq beləncə mağazaya gedəndə biraz əzmişdi. O əziləni də evdədir. Hə, yəni Sizdə olandı da. Bəli, bəli. Zamaska yad dəyməsin deyənə həm də ustadan soruşdum, baha gəlsin. Elə ona görə belənciyi aldım, qoydum üstünə. Ha, bax. 20 manat. Salam, yaxşı olasın. Dəyişilən bir dənə odur. Kosmetik işləri necə? Kosmetik işlər qardaş göz qabağındadır da gördüyünüz kimi. Yoxdur ki, yəni deyirəm. Xeyr, xeyr. Maşınımız biraz çirklidir, dəqiq mən Bəli, görürəm. bəli, yuduzdurmamışam qardaş. Mən alverçi deyirəm də yəni. Öz maşınınız. Hə, öz maşınımdır. İşləyir. Bəli, luku da var. PC kondisioneri də işlətdi. Maşına da başımdan cavab deyəm. Liboy yerdə də aparıb yoxlada bilərlər. Aynalar təmizdir elə bilirəm. Qırıqçat yoxdur keşmir. Yox, yox, heç birində. Yan aynalar düymə ilə mi qalxır? Qabaqlar bəli, arxalar xeyr. Şiti təmiz. Oturacaqlar çuxoldadır mı Bir zədə? dənə, bir dənə çuxoldadır, bəli. Altdakı Orijinalında yoxdur zədəsi. Yox, 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 heç bir şey. Maşınımız belə də normal maşındır. Qiyməti də ki, qiymət neçə dedik? Son qiyməti valla alıcıya baxır da indi. Siz Hələ ki qiymət deyin də, neçə ilə başlayır? 7-8 deyirəm. 7800-ə Bəli. deyirsiniz. Bir hardasa 600 manat endirim eləyəsiniz. 6200-ə Yox, gəlib. yox, yox, yox. 62. O Təklif qədər. edirik. Yox, 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 yox qardaş, yox. Sonu 7-5-dən aşağı vermərəm. Aha. Mən 8 yarıma deyirəm ki, onda gərək deyirəm ki, bu qədər düşürəm. Biz təklifimizi eləyirik. Ha, yox, yox, sonu 7-5-dən aşağı. Yəni gəlib deyiblər, Verməmisiniz. yox, yox. Hansı rayondasınız? Ucar. Əlaqə nömrənizi də deyərsiniz. 051 525 43 44. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Sağ ol. Belə bir dənə Çeşka maşın var. Qardaşlar gətirib satmağa. İli neçədir ay qardaş bunun? İli neçədir bu maşın? 1.8 motor zavod. 1.8 motor, 98-də ilidir. Qiyməti neçədir? 11 mində qiyməti. Hansı rayondadır? Ha, bir dənə nömrənizi deyin də. 55 233 22 21. İstəyən əlaqə saxlasın. Bəli, bəli. Parça salondur. Belə pis deyil maşınınız. Qardaş, Allah bazarınızı versin. Sağ ol. Mercedes C-Class deyirik də Bəli. biz buna. Buyurun, məlumat verin. Bilək necə maşındır? 2-2 benzindir, prosesör sadə motordur. Vuruğu darı yoxdur. Yəni götürəndə bir dəqiqə 0.5-07 qiyməti nədir? Qiymət də 8,5-dir. İli neçə idi? İli 95. Siz nə vaxtdan işlədirsiniz? 1 ildir məndədir. Alandan xərcəyimi sizin maşınınıza? Kosmetika işləri görmüşük. Всё. Başqa heç nə əl Təkər vurmamışsınız. dəyişmişik, kosmetika işləri görmüşük. Əsas maşında nədir? Udardır, motordur. Yaxşı olsun, udar olmasın. Motorda Bir də- baxdırmamısınız. Motor qəşəng əla vəziyyətdədir. Biraz alıb 1 milyon olsun. Hətta biz alanda elə paşda elə idi. Hə. Görsən orijinaldırmı yoxsa şit Yox, dəyişdirir, orijinaldır. yoxsa- Orijinal olmasa onu dəyişdirmək də olar, amma yəni ehtiyac yoxdur. Yox, 95-in Bu maşınıdır. ildə olan maşınlar bir də görsən 300 min göstərir, nə 200 min göstərir. El olanlar da var, amma olmayanlar da var. Onu çəkənlər də var. İşlədilənlər də var, Ay eləmi? sağ ol, elə işlənənlər də var. Motorda vəziyyət necədir hazırda? Motorda vəziyyət əladır. Yəqin ki, yığılmış olar da motoru. Əl gəzilib əlbəttə ki. Əl Düzdür, gəzilib. 1 milyon qoyurlar özləri Hə, qarantiyasına, elədir. amma onlar dediyi gərək yağla su ilə işlədək biz. Elədir. Bunda əsas odur ki, motorda yağ yeməsin, İndi Yağ yoxdur yağ azaltması. azaltması. azaltma olmasın, vəsə. Ondan sonra Nə qədər yanacaq işlədir? Motor 2-2-dir. 2-2-dir, 2 motordan 1.8-dən yaxşı işlədir. Belə götürəndə 8-9, paşda elə 0.7 kimi. Kondisioneri yoxdur bunun. Kondisioner var. Yaxşı işləyirmi?
Əladır, əla vəziyyətdədir. Karabkası avtomat, Avtomat, vurması, gecikməsi. heç nə yoxdur. Hər şey qaydasındadır. Diferdə vəziyyət necədir? Yaxşıdır, səs-küyü yoxdur. Normal maşındır da. Altında zədə yoxdur, polunda. Yox, bunun apta çürü yol çıxartmış. Bekədə. 95-in P9 maşında olmalıdır o da. Təbii ki. Hə. Perodokda səs-küy yoxdur. Yığılıbdır. Pedokal gəzilib. Təkərlər normaldır. Təkərləri dəyişmişik, şinləri dəyişmişik, təzəsini yeniləmişik. Əla vəziyyətdədir. Dəyişiləni bəs necə? Dəyişilən bu maşında udar yoxdur, ancaq kosmetik elətdirmişik. Qapı, krel, kapotam Heç nə dəyişməyib. Hər şey zavodskoy özünküdür. Kosmetik işi də yoxdur. Kosmetik işləri olunub, zbor, bütöy. Yox, indi yoxdur da yəni. Ha, yox, ehtiyac yoxdur eləməyə. Hamısı olunub əldən çıxıb. Luk Gözəl necə vəziyyət. işləyirdi? Luk işlət vəziyyətdədir, bəli. Ön alın şüşəsində çat da var, qırıq da Ha, var. bu əsas yəni şofer tərəfdə Sürücü döldən tərəfdə dəyişiyordur. deyil, Ha, sərnişin orada tərəfdədir. hə. Şitin Ya- üstündə necə? Əla Sizdə vəziyyətdədir, yoxdur. yaxşıdır, yaxşıdır. Pis deyil ha. Ha, Nəsə bilirsən, monitor normal var. maşında bu dəqiqə bu qiymətə 0.7, 0.15 satılır. Ancaq 8 yarıma Nemesin maşınıdır da. Rahatçılığı, komfortu nə edirsən dəyər. Dəri salondu mu? Oturacaqlar Bəli, dəri. bəli, bəli. Dəri salon. Hətta düymə ilə idarə olunur. Bəli, Sürücü bəli. tərəfmi yoxsa hər ikisi? Yox, sürücü tərəf Düymə ilə idarə. düymə iləndir. 4-də stiklopaydonlikdir. Şüşələr avtomatik qalxır. Elə biləm oturacaqlarda problem Yox, yox, yoxdur. Eləmi? Qabaqlarda olubdu, əl gəzdirmişik. Dəyişilib, yenilənibdir. Qiymətin deyirik 8500-ə. 8500-də də yəni ki, yerə alıcıya bir 200-300 aşağı endirmə eləyərik. Töv 8 necədir? Bəli, Töv 8000. o da olar. Yaxşı Az- qardaşları olar. Allah köməyinizdə olsun. Sağ ol. Hansı rayondasınız? Mingəçevirdə yaşayırıq. Hə, şəhərdən gəlmisiniz. Əlaqə Bəli. nömrəsini deyə bilərsiniz? Əlbəttə ki. Buyurun. 055 304 3055. Allah bazar versin. Sağ ol, bir daha. Allah canını Sizə sağ də. eləsin. Sağ olun. Xeyirli olsun qardaşım. Sağ ol, çox. 07 maşın. Bəli, bəli. Buyurun məlumat verin bilək İl necə maşındır. 2010 bez detaldır. Kusok kraskaları var. Yəni dəyişəni yoxdur. Nə vaxtdan sizindir bu maşın? Maşın 1 ay olar. Alıb satırsınız? Bəli. Allah çörəyinizi Sağ ol. yetirsin. Bizə əsas odur ki, məlumatları doğru verən olsun. Bəli, İstəyirsən bəli. alıb satan, istəyirsən Karafkadır, öz yaz. difirdir, motordur, super vəziyyətdə. Yəni dəyişəni yoxdur da. Alandan sonra xərciniz olubmu? Xeyr, xeyr. Sənədi necədir? Sənədi yerindədir hamısı, qaydasında. Yəqin ki, etibarnamədir. Bəli, bəli. Vaxtı nə qədər? 1 illik Hə, yəni istədilən Bəli, adama bəli. satmaq olar. satma olur. Hə, alandan sonra xərc çəkmədiniz. Xeyr, xeyr. Motor Motor 06 06. necədir vəziyyəti? Əla, super. Yağ azaltması, Xeyr, səsi. xeyr. Demədilər nə vaxt yığıldığın. Yox, əl dəyilmir motora. Zavodskoy Zavodskoy düz motoru. Korobkası necə? Super. Atma, səs Atma, yoxdur. səs, şu difirində səs, şu mosunda səs yoxdur. Diferdə də deyirsiz yoxdur. Xeyr. işte. Hol necədir? Əla. Zədəsi Yağ- olmuyor. Xeyr, xeyr. Danqrat yerləri salamam. Ham sağlamdır. Perodokun səsi necə? Əla. Səs-küy yoxdur. Yoxdur. Çıxarmısınız daş kəsəliyi Bəli, olar. bəli. Təkərlərdəki yaxşıdır. Yaxşıdır. Dəyişilən deyirsiz yoxdur. Xeyr. Kraska vurulmuş olar. Var, oradan bura kraskası var amma izbor yox. Hətta zavod kraskasından deyirsiz Bəli, yox. üstündədir. Nə gözəl. Maşınımızın şüşələrində vəziyyət necədir? Qırıq çat yoxdur Yox, ki. yox, xeyr. Əllə qalxırlarmı yan aynalar? Yox, hə. Padyonk deyil də, əllə. Əllə. Üstünə. Şitin üstündə bir yerində cüzi bir zədəsi var, heç bilinmir. Bilinmir. Oturacaqlar necədir? Əladır. Maşınımız normal maşındır. Bəli. Əsas qiymətidir. Qiyməti 7500. 7-5-ə deyirsiniz, 7.000-ə verməyəsiniz. Xeyr. Ziyan eləyirsinizmi? Xeyr deyir. Amma endirim eləyəsiniz. Bəli, bəli, endirim. Hansı rayondasınız? Ağcabədi. Əlaqə nömrəniz? 050 657 37 55. Xeyirli uğurlu olsun. Sağ ol. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Sağ ol qaqa. 07 maşın. Bəli. Satırsınız. Bəli, sağ ol. Bu günlərim deyəsən 07-ni çox çəkdi ha. Bazarda 07 üstünlük təşkil edir. 17 çoxdur bazar. Həm də gündəmdə olan Həm maşınlar. gündəndə olandı, həm cavanmalıdır. Həm də ki, yaxşı 17 təkəm dükəm qalıb. Siz niyə satırsınız? Mən dəyişmək fikrim var. Alverin eləmirsiniz ki? Yox, yox. Eləmək olar yəni deyirəm. Bilirəm, olar belə pis də baxmıram. Yaxşı. Yəni Allah hamının ruzusunu versin, bəli çörəyin yetsin. Amin, amin inşallah. Sadəcə Dinamarkaya keçmək istəyirəm. İli nədir bizim maşının? 2010. Siz nə vaxtdan işlədirsiniz? 1 ildir. Sənədi? Sənət öz adıma form. Birbaşa öz adınız olan maşın. Ha, lap gözəl. Xərcləriniz oldu mu? Xərclərim yox. Bir dənə 4 təkər vurmuşam, başqa da heç bir şey.
Motor 06-dır. Motor 21067-dir. Necədir motorun vəziyyəti? Beşək gül kimi. Yağ azaltması, səsi Heç bir şey. Səkmir. heç yığdırmamısınız ki? Heç. Korobkası necə? Karovka 5'dir. Atma. Gül kimidir. Heç nə yox. Diferdə səs var? Yox. Pol necədir? Çək. Çürük pas. 4 qat 5 şumqalıdır. Zədəsi olmayıb ki, Heç deyirəm bir altı şey. səsinə. Yox. Danqrat yerləri salamat olar. Hər bir şey. 2010 maşını, təzə maşın. O çəkmişik, 2011-in də çəkmişik. Pis vəziyyətdə olanları Oo. olubdu. Belə üzünə baxanda özün görürsən. 12 var idi hətta bir dəfə yadıma gəlir. Peredokda səs-küy yoxdur. Yox. Təkərlər yaxşıdır. Təkərlər təzədir. Hamısı təzədir. Dəyişilən varmı? Dəyişən bir dənə qabaq saqqırlı olsun. O da vuruq mu oldu mu yoxsa çürük oldu mu? Sizdən əvvəl? Məndən əvvəl olubdu, tamam yalan deyərəm. Vuruq olub, çürük olub, nəysə dəyişiblər. Ha, kraska da yəqin əvvəllər vurulmuş olar. Hazırda yoxdur kosmetik şey. Yox. Maşınımızın aynaları təmizdir elə bilirəm. Qırıq-çat görmürəm. Satı yoxdur. Şüşələr böyük şüşələrdə putul içindir, olimpiyada. Dördü də düymədirmi onların? Yox, qabaqlar düymədir. Ha, arxaları sadəcə Arxaları olaraq bloklanıb. Hə, boruqlamışım. Uşaqlar yendirir deyən ona görə. Şitin üstündə çuxol var. Hə. Yəqin ki altında zədələr var imiş. Yəni onu yalan deyirəm. Kleylidir. Mən alandan elədim. Oturacaqlarda yoxdur zədə. Yox. Yaxşıdır oturacaqlar. Aparatura necə? Yox idi. Aparaturası yox. Yəni saadətdə 2 dənə orijinal kolonkadır. Qiyməti neçə? 8-ə deyirəm. Endirim varmı? Real alıcıyla yüngül varı razılaşarım. 8-ə deyirsən. 7-5 verən olsa nə deyək? Yox. Verməyək ha? Yəni verilir, vermir. Ay sağ. Hara gəlsinlər? Belə Ağzəbəddə əlaqə saxlaya bilərlər. Əlaqə nömrənizi onda deyin. 077 305 4319. Allah bazar versin. Sağ ol qardaş. Allah köməyin olsun. Siz də sağ olun. ...2013'dür. Kreditlədir. 21 ay qalıb. 4005 ilkinə istəyirəm. Aşağıda yeri var. Aylıqda 375 manat. Ödənişi. Bəli. Uzun müddətli götür. Nə qədər vaxt götürürsünüz? 24 aylıq götürmüşəm. 3 ay ödənilib. Ayın 9-u ödənilib. 21 ay qalıb. İndi də satmaq istəyirsiniz. Deməli sizə nə qədər pul verəcəklər? 4550 istəyirəm. Aşağıda endirim olasın. Necə maşındır? Maşın haqqında da məlumat Maşın verin. kondisioneri, hər şeyi var da. Maşındır. Milyoner rəngdir. Təzə təkər, motor təzə yığılıb. Korobka təzə, yağı təzə. Antifriz təzə. Xərc çəkdinizmi alandan sonra maşınıza? Çəkmişəm. Adasa bir 2000-ə yaxın xərc çəkmişəm. Oo, əməli Bu başlı xərc oldu ki. dumanlılarla tutmuşdu, bu ferinə tutmuş hamısını. Dəyişildi bu fer? Bəli. Bu ferdə dəyişmişəm. Təzə bu fer salmışam. Biraz cızıqlar var idi. Sonra dumanlılardı, təkər diskidir, bunlar hamısı. Təkərlər təzədir. Bəli. Motoru necədir? Motor 0-dan 252 min. 0-dan yığılıb, təzə yığılıb. 1 ay. Onu da siz elədiniz. Bəli, bəli. Ha, maşın əməli başlı xərc çəkmisiniz. Bəli. Yoxsa görürsüz xərcləri çoxdur, onun üçün satmaq istəyirsiniz? Yo. Deyirəm sizi bəlkə incidir deyə. Özüm bir dənə maşın almışam, ona görə sat. Hə, Allah xeyir versin. Sağ ol. Hə, sonra maşınımızın korobkası necə? Qəşəng, korobka da, motorda hamısı 5 il qarant. Peredokda səs-küy yoxdur. Xeyr. Altında sədə yoxdur. Xeyr, Polunda, xeyr. çürüyü, pası. Yoxlada bilərlər hər yerini. Dəyişən necə? Xeyr, Dəyişən də yoxdur. Xeyr, Qapı, xeyr. kril, kapot. xeyr, xeyr. Kraska vuruldu. Kraska indi olur da. İndi Yox, tam kraskalanmadı. yo, tam kraska yoxdur. Bəzi detallarında kraska var. Aynaları təmizdirmi? Qırıq-çat yoxdur ki şüşələrdə. Xeyr, xeyr. Dördü də düymə ilə qalxır yan Bəli, aynalar. bəli. İşləyirlər yəqin Bəli. ki. Kondisioner də deyirsiniz var. Bəli, Yaxşı işləyirmi kondisionerdir. kondisioner? Bəli, bəli. Ha, şiti təmizdir, yoxdur elə bilirəm zədəsi. Eləmi? Yoxdur, yox. Oturacaqlarda necə? Yaxşıdır. Cırığı söküyü yoxdur Xeyr. ki. İndi göz qabağında da Ha, çəkilir. maşınımız pis deyil, normal maşındır. Əsas maşınımızın qiyməti idi, onu da dedik. Əlaqə nömrənizi də deyə bilərsiniz? 099 Aha. 855 55 90. Hara gəlsinlər? Sizi görmək üçün hansı rayondasınız? Şəki rayonunda. Şəkiyə gəlsinlər. Bu qiymətdə nəsə bir endirim olar mı? Endirim olası bəli. Ha, yəni bu nağdi verilən puldan söhbət gedir də, kredi Bəli. sistemində alınmayacaq heç nə. Kreditdən indi kredit verib aşağı yuxarı olasıdır da.
tam bağlasalar orada necə? Bank güzəşt eləyir? Eləyir. Əldən elədir. Bank deyil, faizi. Bank deyil. Kimdənsə Əl müqaviləsi. Hə, başa düşdüm. Şəxsi maşındır yəni demək Bəli, istəyirsiniz. bəli. Amma yenə də əvvəlki qaydada saxlamaq olur. Bəli, bəli. Uğurlar arzu eləyirəm. Sağ olun, çox sağ olun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol qardaş. Maşınınız Lada Granta. Bəli, Lada Granta'dır, 2013-dür. Hə, buyurun, məlumat verin. Sadə motordur, 8 klapandır, kondisioner işləyir, ABS-i, şarı var. Oradan buradan yüngül kraskalanıb, yəni udar görməyib. Təzə diski təkər almışam. Maşınınızın motorxanasını açıb motorunu göstərə bilərikmi? Bəli. Görək necədir. Nə qədər vaxt maşın sizdədir? 5-ci ilə keçib maşın məndədir. Sənəd yəqin aformutdur. Bəli, öz adımdadır, yəni heç bir problemi yoxdur. Motoru yığdırmadınız ki? Motoru yığılıb, yəni problemi də yoxdur. Hazırda yağ azaltma səsi yoxdur. Xeyr, xeyr, yağını da təzə Nə qədər sürülmüşdür dəyişmişəm. maşınımız? Motor yığıldı. Proyektini bilirsinizmi, yürüyüş? 252 min də indi. İndi proyekti 252 min gedib. Aha. Akkumulyatorda elə bir Akkumulyator təzə almışam. Təzə radiator almışam. Yəni radiator xarab olmuşdu, təzə radiatoru. Pompanı təzə dəyişmişəm, dünən yox sırağa görə. Yəni heç bir problem yoxdur. 30 sür, benzinə də ekonomdur. 2013-dür. Təkərləri normaldır. Təzədir, heç bir ay deyil təzə təkəri. Diskini də təzə almışam, təkəri də. Dəyişən necə? Dəyişən detalı yoxdur. Baxa bilərsiniz. İçərisində göstərək. Burada 2 dənə ayna qaldırıb endirə Hə, var. bir dənə qabaqlardadır. Arxada yoxdur. Yox, yəni deyirəm xarab olubdum, yoxsa niyə 2 dənədir? Bəli, biri xarab olub, bunu sonradan qoyulmadı. Yaxşı qardaş. Maşınımızın şiti normaldır, sürücü tərəf, sərnişin tərəfi oturacaq normaldır. Tavanı normal. Buz kimi vurur. Kondisioneri maşındır. Bəli, bəli. Kondisioner ABS-i var, şarı da var. Yəni buz kimi maşındır, rahatdır. Arxa oturacaqlar da. Benzinə də çox ekonomdur. Nə qədər yandırır yanacağı? Yüzdə səliqəli sürsən trassa 5,5 benzin içir. Yaxşı. Maşınımızın arxadan görüntüsüdür. Normaldır elə Hə, öz şəxsimə, yəni öz maşınımda, öz şəxsi adımdadır. Bagajda göstərəkmi? Bagaj belə. Bagajın bu alt hissəsində göstər. Əsas bizə dəmir hissələridir görə bildiyimiz ki, görək. Ehtiyat təkəridir. Belə normal hissələrdə. Burada nəsə səs sistemlərindən varmı? Xeyr, xeyr. Maqnitofon kolonkası var, bəli. 4 dənədir eləmi? Bəli, bəli, 4 dənə maqnitofon. Geniş bagaj, genişdir. Bəli. Hə, örtün. Altı necədir? Baxaq bir dənə. Altında zədə yoxdur ki? Xeyr, xeyr, heç bir zədə yox. Arxa təkərləridir. Bu maşınımızın sürücü tərəfdən. Burada da yəqin düymələr xarab olub, yenidən qoyulub düymələr. Maşınımızın şitini oradan da göstərdik, buradan da. Oturacaqlar. Çxol çəkilib deyə biləm, ha yoxsa? Yox, Zavasko özününkidir. Bəli, bəli. Hə. Acana süzülmələri var, hələ ki cırılıb. O bir dənə balacadır. Belə normaldır maşınımız. Maqnitofon sistemi də sonradan dəyişdirilib. Bunlar da elə biləm zavoddan gəlmə olur axı. Belə gəlir elə bunlar. Zavoddan o formada gəlir. Zavoddan bu formadadır. 2013 demə, yəni bu formada gəlir. Buranı çəksiniz yoxsa? Göstər deyə oranı. İndi siz bizə əsas qiymətini deyin. 8300-ə deyirəm, 8300-ə. 8300-ə deyirsiniz. Real alıcı olsa, yəni endirim olacaq. 8-dən aşağı düşə biləcək yoxsa yox? 100 düşərəm. 8-dən də 100 manat. 7-9-a verirəm. Biz təklif eləyirik sadəcə olaraq. Bəli, 7-9-a Hansı verirəm. Real rayondasınız? Göyçayda. Şəhərdə olam. 055 618 43 34. Allah pazar versin qardaş. Sağ ol qardaş. Siz də sağ olun. Qardaş xeyirli olsun. Çox sağ olun. 099. Bəli. Buyurun məlumat verin. Bilək necə maşınımız? Elə 97-dir. Motor korobka ideal, altında çürük sarığı çıxıbdır, tam ideal dörü. Kraskadan 7-8 ay bundan qabaq çıxıbdır. Kraskası normaldır, rəngi üstündə. Akkumulyator təzə dəyişilib, 75 litr. İçi başı dolu maşındır. 5 sumka olunub, üstündən qırır keçə vurulubdur.
6 kolonkadır, 50-50 maqnitofondur, mini Sony Suteldir. Yəni belə pis çıxmasın. Maşın yəni başım məncəliyyətiyəm. Nə vaxtdan sizinkidir bu maşın? Bu maşın 5 ildir məndədir. Öz adımadır. Yəqin ki, eləmi? Bəli, öz adımadır. Heç bir problem yoxdur. Yəni maşını otur sür. 5 ildir də ki, xərc çəkirsiniz. Bəli. Maşını otur birbaşa Moskvaya. Rus maşını Rusiyada yaxşı sürür. Apar verir rusların özünə, hə? Bəli. Tamamilə doğrusunuz. Motoru yığdırdınız deyirsən. Motor bəli, yığıldığı hardasa 1 il yarım olar. Motor yəni ideal, karovka ideal, Yağ Samara, azaltması, şüblu. səsi, Heç nə yoxdur. karobkası yaxşıdır. Karovkası ideal. Bildiğin Peredokda vəziyyət necə? Peredok normal. Tam ideal deyil, normal. Gərək insan Səsi küyü yoxdur. səsi küyü yox. Onsuz da alan adam yoxlayacaq da, yəqin 100% ki. alan adam yoxlayacaq, problemi olacaq, pulundan çıxılacaqdır. Ekran deyirlər. Ekranda Ekran salamatdır, svarkası, zadı heç nə yoxdur. Düzdür, Zavadskoy dolu dəyişilibdir, amma yəni yaxşı dəyişilibdir. Təkərlər zəifliyib elə bilirəm. Təkərlər bəli zəifliyib. Bunlar hamısı qiymətdən çıxılacaqdır. Yəni bunlar Polda hamısı deyirsən hələ çürük qalıb deyiləmi? çürük xeyr yoxdur. Yəni xırda xuruş ola bilər ətəkdə zətdə, amma belə yəni yox sayılır da. Yəni biri var ki, çürük olar, tökülər. Bu yəni elə deyil. Dəyişənlər dedin sanslardır. Dəyişənlər, Qapı, kril, kapot. dəyişənlər bir dənə kurlovadır. Sürücü tərəf ön kril dəyişir, hə? Bəli. Kraskasındakı yaxşıdır hələ. Kraskası da yaxşıdır, təzə vurulub, bəli. Maşınımızın aynalarına baxaq. Görək qırıq çat yoxdur ki. Buyurun Yoxdur ki, baxın. heç birində. Qırıq çat yoxdur. Xeyr, yox. Yaxşıdırlar. Əllə mi qalxır yan aynalar? Əldən deyil, knovkadır. Düymədir. Bəli. İşləyirlər yəqin ki. Bəli. Hə, şiti normaldırmı? Şitdə yoxdur. Qırıq çat. Xeyr, şit üzlənibdir. Üzündən çəkilibdir. Üzlük çəkilib deyir. Bəli. Oturacaqlarda sürücü tərəfdə Oturacaqlar- çöküntü elə bilən canavar, hə? Xeyr, oturacaqlar qabaq sidenalar Opel sidenalıdır, Pirelli olunubdur. Öz sidenaları narahatdır, kürəyi kimi tutmurdu. Bu yaxşıdır. Problemi yoxdur ki, yəni. Problemi xeyr. Maşınımızın qiyməti Maşınımızın qiyməti 4300-dür. 4300 deməkdən deyil də, satanla alan arasında 4-dən aşağı düşmək olacaq yoxsa? 4-dən aşağı çox güman ki, düşmək olacaqdır. Çünki təkərləri nəzərə alacağam. Xırda xuruş işləri var, onları nəzərə alacağam. Yəni hamısı nəzərə alınıb qiymətdən çıxılacaqdır. Maksimum qiyməti olacaqdır 3700, 3800. 700 Real alıcı gəlib yanımda danışanda tamamilə yəni qiyməti razılaşacağıq, aşağı yuxarı. Nə gözəl. Hansı rayona gəlsinlər? Mingəçevirdə, maşın Mingəçevirdə, özümdən Mingəçevirliyəm. Əlaqə nömrəsində deyin. Əlaqə nömrəsi 099 891 0706. Allah xeyir versin. Çox sağ olun, minnətdaram. Siz də sağ olun qardaşım. Sağ olun.